Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və sahabetihi əcma'in. Rabbi şrahli sadri və yessirli əmri və ahlul uqdətən min lisani yefqahu qavli əmmə ba'd. Möhtərəm qardaşlar, müsəlmanlar, və biz Muhammed ibn Abdülhad rahimahullahın Muharrar kitabına, yəni Əhkam hədisləri kitabına davam edirik və kitabın növbəti hissəsində, növbəti paragrafında bir müsəlmanın yeyəcəyi qablara və yeyəcəyi qablarda olan müamiləsinə toxunur şeyx. Və həmən babın birinci hədisi olaraq İbn Abbas radiyallahu anhudan hədis rəvayət edir və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, o dəri ki, yəni bilirsiniz, indiki dövrdə belə bir şeylər demirlər ki, yoxdur, əvvəllər insanlar suyu saxlamaq üçün dərilərdən istifadə edirlər, dərinin içinə suyu tökürlər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər hansısa bir dəri, o nə deyirlər ona? Yəni sıyrılmış dəri, aşılanmış dəri təmizdir. Yəni onun içində yiyilənlər də təmizdir. Və hədisin özünə qardaşlar diqqət yetirsəz, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əyyuma ihabin, yəni meyit, leş. Çünki əslən biz bilirik ki, leş ölmüş heyvan, hətta bəhim olsa da, qoyun, quzu, keçi və s. halal olan heyvanlar olsa da, onların ölüləri də haramdır. Yəni, bizzat kəsilmədən öldürülənlər. Necə ki, Allah Teala kitabında buyurur ki, yıxılan, ölünən, vurulan, ovlanan və öz başında ölən və s. heyvanlar bəhim olsa da belə haramdır. Və diqqət yetirsəz, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əyyuma ihabin dubiqa fəqad tahura. Və hər hansısa bir meyit, yəni halal olan heyvanların meyti, onların dəriləri xaşlandıqda, aşılandıqdan sonra artıq onu istifadə etmək halaldır. Və şək yoxdur ki, insanın öz əli ilə kəsdiyi heyvanın dərisinə istifadə etməsində heç bir ixtilaf yoxdur. Sadəcə diqqət yetirsəz, qardaşlar, burada hansısa səhrada və yaxud da çöldə ölmüş halal olan bir heyvanın dərisinə istifadə etmək. Çünki əslən biz bilirik ki, elə heyvanların ətləri haramdır. Bizzat kəsilməyən və Allahın adı üzərində çəkilmədən kəsilməyən heyvanların ətləri Allah subhanahu wa ta'ala onun müsəlmanlara, ona təslim onları haram edib. Və diqqət yetirsəz, qardaşlar, istisna olaraq isə xaşlanmış dəri istisnadır. O, əgər heyvan özü özlüyündə ölsə də belə, artıq onun dərisindən istifadə etmək olar. Dərisini aşılayıb, ondan istifadə etmək olar. Və necə ki, İbn Baz rahimehullah burada buyurur ki, ən düzü də budur ki, ən səhih olanı budur ki, bu yalnızca halal olan heyvanlara aiddir. Yəni qeyri-haram olan heyvanlara yox, it, donuz və s. ona bənzər murdarlara yox. Yalnız halal olan heyvanlara aiddir. Bəzi alimlər düzdür, deyiblər ki, elə bu hədisə isnadən deyiblər ki, bütün heyvanlara aiddir, hətta donuzlara, itərə və s. aiddir. Amma əsl odur ki, Allah bir ən savab olan, ən düzgün olan budur ki, yalnız halal heyvanların ölülərindən çıxarılan dəri halaldır. Amma başqa heyvanlara qaldıqda isə yox. Və bu hədisi rəvayət edən sahabə İbn Abbas radiyallahu anhudur. Və İbn Abbas radiyallahu anhu Abdullah ibn Abbas olub. Abadilədən biridir. Abadilə 4 dənədir, əlavə fayda olaraq. Abadilə, yəni Abdullahlar deməkdir. Adı Abdullahla başlayan gənc sahabələr. Onlardan biri Abadilədir, soruşulacaq. Onlardan biri Abadilədir, Abdullahdır. Radiyallahu anhu. Hicrətin 68-ci ilə vəfat edib. Və növbəti hədisə gəldikdə isə Muhammed rahimehullah buyurur ki, Əbi Tha'libə radiyallahu anhudan hədis rəvayət edir və buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Rasulundan soruşuldu ki, yeyilən kitab əhlinin və yaxud da onlardan qeyri-müsəlmanların qablarından yemək haqqında soruşuldu. Yəni, müsəlmanlardan qeyri olan tayfalar. Onların qablarından yemək haqqında soruşuldu və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, La ta'kulu fiha. Onlardan yeməyin, yəni o qabların içində yeməyin. Qeyri-müsəlmanların, qeyri-kitab əhlinin yediyi qablardan yeməyi Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem qadağan etdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətlə rahatçılıq olsun deyə bir şeyi istisna etdi orada. Və o da hansıdır? Allah Resulü buyurur ki, əgər başqasını tapmasaz, başqa bir qab yoxsa əgər yemək üçün, onu yuyun, sonra isə yiyin. Və diqqət yetirsəz, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem burada yumaq üçün hansı bir ədəd qoymadı. Yumaq üçün ədəd yalnızca itə gəlib. İtə və onun kimi donuz və ya ona bənzər heyvanlara. Amma qeyri-müsəlmanların, kafirlərin yediyi qablara qaldıqda isə onları yumaqda hansı bir ədəd yoxdur. Və qardaşlar, diqqət yetirsəz, Allah Teala öz kitabında bəs bizə başqa bir şey əmr etdi axı.
Hədis səhihdir, muttafaqun aleyh. İmam Buxari və Müslim hədisin ittifaqında hədisin səhihliyini ittifaq etmişlər və Allah subhanahu wa taala öz kitabında buyurur ki: "El-yevme uhilla lekumut-tayyibat ve ta'amul-lezina utul-kitab." El-ayə. Allah Taala deyir ki, bu gün sizə təmiz olan hər bir şey halal edildi. Allah Taala kitabında buyurur və Şeyx İbn Baz rahmeullah bu ayəni dəlil gətirir. Və sizə hər bir təmiz olan bir şey halal edildi və Allah Taala həmçinin buyurur ki, kitab əhlinin də həmçinin. Və burada qardaşlar, taam dedikdə əz-zəbihə qəsd olunur. Yəni yemək yox. Zəbihə, onsa yemək halaldır. Halal olan yemək onsa halaldır. Allah Taala burada at-taam deyilir. Şeyx İbn Baz rahimehullah buyurur ki: "Uhilla lekumut-taam ellezî utul kitab." Yəni onların kəsdikləri isə halal edildi. Kitab əhlinin kəsdikləri. Bəziləri bunu dəlil gətirirlər ki, yox, əgər dəlil deyil. Peyğəmbər sallallahu əleyhi və sözü ki, qeyri-müsəlmanların qabında yemək olmaz. Axı Allah Taala kitabında bizə deyir ki, onların yeməkləri isə halaldır. Yeməkləri yox, kəsdikləri halaldır. Çünki onlar bəziləri lüğətə qayıdırlar. Çünki təfsirə, siraya, sələfə qayıtmadıqlarına görə ayənin əslindəki söz götürülür. Çünki orada diqqət etirsəz Allah Taala deyir ki: "Və ta'amukum." Və sizin və onların, zaten olsa müsəlmanların kəsdikləri hamı üçün halaldır. Onların ta'am sözü, ta'am da yeməkdir. Və ta'am sözünün mənalarından biri dəbihədir, kəsilən. Onların kəsdikləri sizin üçün halaldır, kitab əhlinin. Qeyri-kitab əhli yox. Və Şeyx İbn Baz rahimehullah burada da buyurur ki, bu ayəni dəlil gətirən, istidlal gətirənlər ki, qeyri-kitab əhlinin qablarında yemək, yumadan yeməkdə problem yoxdur, bu ayəni dəlil gətirirlər və bu da səhvdir. Və bu da səhvdir. Əsl odur ki, qeyri-müsəlmanların yediyi qablardan yumadan yemək icazəli deyil. Və həmçinin növbəti hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsi olan İmran ibn Hüseyn radiyallahu anhu hicrətin 54-cü ilində vəfat edib. Və sahabə buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və sahabələri müşrik bir qadının qabındakı sudan dəstəmaz aldılar. Və İmam Buxari rahimehullah, İmam Müslim rahimehullah hədisə ittifaq ediblər. Diqqət etirdisə öncəki hədisə Peyğəmbər sallallahu əleyhi və səlləm qeyri-müsəlmanların qabından yemək və içməyi qadağan elədi. Yalnızca yumadır. Yeməyi əsləndir. Yumadan, hətta ona da yumağı nə vaxt icazə gördü? Başqa bir qab yoxdursa, əgər başqa təmiz qabı varsa, yumağı da ehtiyac yox. O təmiz qabda yeyilməlidir. Yəni müsəlman öz qabında yeməlidir. Əgər yoxdursa, aydındır. Və növbəti hədisdə isə ilk dediyimiz hədis də səhihdir və axırıncı son olaraq bu oxuduğum hədis də səhihdir. Peyğəmbər sallallahu əleyhi və səlləm və sahabələri müşrik bir qadının qabındakı sudan dəstəmaz aldılar. Və mühəddislər, qardaşlar, öz kitablarında hədisləri zikr eləyərkən onlar heç vaxt təəssübkeş olmayıblar. Onlar öz dəlillərini, özlərinin götürdüyü dəlilləri və başqa dəlilləri həmişə cəm eləyərlər ki, onları mütəəssib olmamaq, yəni fanatizm olmamaqlarının bir dəlil olsun. Və baxmayaraq ki, hədisin ikisi səhih olsa da belə. Və qardaşlar, bu hədisə diqqət etirsəz, görərsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yeməkdən, içməkdən yox, dəstəmazdan danışdı. Yemək içmək əslən qeyri-müsəlmanların qablarında nə üçün icazəli olmadı? Çünki onlar zaten əvvəla ən birincisi heyvanları nəzis edirlər və Allahdan qeyri-isnadı ilə kəsirlər. Xüsusilə də müşriklər. Allahdan qeyri-isnadı ilə kəsirlər. Qeyri-kitab əhli. Və baxmayaraq ki, zahirən Allahdan qeyri-isnadı ilə kəsilən, hansı ağacın, hansı daşın altında kəsilən ət zahirən təmiz görünsə də, batinən nəcasətdir axı. Leşdir. Və leş də müsəlmanlara haramdır. Bu əvvəla. İkincisi isə qeyri-müsəlmanlara və kitab əhlinə qaytardıqda isə kitab əhli Allah Taala'nın haram etdiyi heyvanları da yeyirdilər. Donoz və s. Ola bilər ki, onların qablarında həmən şeydən əsər qalsın. Ona görə Allah Rəsulü yumağı əmr elədi. Təmizləməyə yox, yumağı əmr elədi. Və dəstəmaza qaldıqda isə qardaşlar, dəstəmazla olan su yalnız bir şey üçün, ora hansısa bir ət, hansısa bir haram olan bir şey daxil ola bilməz. Çünki diqqət etirdirsə, qardaşlar, Allah subhanahu wa ta'ala kəsilən, yəni ət, yeməkdən danışdı, içməkdən yox. Çünki su hər bir ümmətin içində, istər İslam dininə tabi olan, istər İslam dininə tabi olmayan hamı üçün eynidir. Yəni orada hansısa bir hüdud yoxdur. Hüdud yalnızca müsəlmanlarda oruç tutduğu halda onu içməkdir. Başqa heç bir hüdud yoxdur. Və müəyyən qədər israf təbii ki.
Ona görə də qeyri-müsəlmanların, istər müşrik olsa da, istər kafir olsa da və hər hansısa bir dinsiz və s. fərq eləməz, onların qablarından dəstəmaz almaqda heç bir problem yoxdur. Yalnızca qadağa nəyə gəldi qardaşlar? Yalnız yeməyə. Çünki onlar yeməklərində şəriətə müvafiq olmadıqlarına görə, əvvəla Allahdan qeyrisinin adı ilə kəsdiklərinə görə, xüsusilə də müşriklər və ikincisi ilə də haram olan ətləri yediklərinə görə. Amma suda belə bir hökm yoxdur. Və növbəti hədisdə isə, Cəbir radiyallahu anhudan gələn hədisdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm bir məsələyə toxunur qardaşlar. Bu məsələ bugünkü günümüzdə müəyyən qədər müsəlmanlar arasında zəiflikdir. Bu hədisi başqa bir hədislə də izah edəcəyik inşallah. Bu hədis nədən ibarətdir? Müsəlmanların öz yedikləri və içdiklərinə mühafizə eləməyindən ibarətdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, içdikdən sonra bağlayın. İçdikdən sonra bu müsəlmanlarda içmək və yemək hamısı eynidir. Kafirlərdə yediklərindən yemək olmaz. Amma içmək, su, dəstəmaz almaq və yaxud da qüsl almaq fərq etməz. Çünki əgər keçən dərslərimizdə biz vurğulamışıq. Əgər bir üstünə dəstəmaz almaq olarsa, təbii ki, qüsl almaq olar. Düzdür? Amma müsəlmanlarda isə fərq etməz. Müsəlmanların hər bir etdiyi şey təmizdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, içəndən sonra bağlamağa əmr edir. Əvvəllər bilirsiniz qardaşlar, necə ki dəridən Muhammed rahimehullah boşu-boşuna başlamadı. Və babı da elə o hədislərlə qurtarır. Əvvəllər suyu dəri qabların içində saxlayırdılar. Və dəri qabının içini bağlamayanda suya nəsə girirdi, batırdı. Və yaxud da həşərat, bilirsiniz, yəni istəyirlər idi. İlan da hətta girirdi və s. və s. Peyğəmbər sallallahu aleyhi və səlləm isə burada artıq mənəvi tərəfdən ümmətinə nəsihət edir və buyurur ki, bağlayın. Və həm bu hədisi muttəfəqun aleyh İmam Buxari və Müslim rivayet edib. Və bağlanmayan qablarda istər yemək olsun, istər su olsun, yeyildikdən sonra tərk olunanlardan söhbət gedir qardaşlar. Yeyildikdən sonra tərk olunanlardan. Yəni artıq qoyursan bir neçə müddətdən sabah içəcəksən və ya da sabah yeyəcəksən. Artıq məsələ ondandır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bağlayın. Və onlardan içdikdə isə Allahın adını zikr eləyin. Əgər onları asıb yenidən içdikdə isə Allahın adını zikr eləyin. Və həmçinin də İmam Müslim rahimehullahın rivayet etdiyi hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qabları bağlayın. Əgər bağlanandırsa, bağlayın. Bağlanan deyilsə taxta ilə, nə ilənsə bir şeylə bağlayın. Əgər iplə bağlanansa, hətta onu iplə bağlayın. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, həqiqətən hər il xəstəliklər nazil olur. Hər il xəstəliklər nazil olur və bugünkü gündə də şahid olunur. Bəlkə də 5 il, 10 il bundan qabaq belə xəstəliklər yox idi, belə viruslar heç nə yox idi, amma görürsünüz çoxalır. Allah Rəsulü buyurur ki, və bu da qiyamət əlamətlərindən əlavə fayda olaraq. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər il vəba kimi xəstəliklər. Yəni fikir versə qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləm burada adi bir marad, xəstəlik marad demir. Adi bir xəstəlik yox, vəba kimi ağır xəstəlikləri dedi. Hər il ağır xəstəliklər nazil olur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni əgər o ağzı açıq qalarsa, o xəstəliklər ona nazil olar. Çünki xəstəliyin gəlməsi öz qeybdir. Bu da bir imtahan təbii ki. Allah subhanahu wa ta'alanın ümmətinə etdiyi imtahandır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o vəba, o xəstəlik, ağır xəstəliklər qoy həmən yeyilən və içilən şeylərə girməsin. Çünki içdiyin, yediyin ağzı açıq qalacaq, üstü açıq qalacaq və ola bilər həmən an o xəstəliyin nazil olmasına düşər. Və görürsünüz ki, heç nədən, heç yerdən, heç bir səbəbsiz nə qədər xəstəliklər gəlir. Və qiyamətdən əlamətlərindən qardaşlar xəstəliklərin çoxalması və bu gün də görülür. Və diqqət yetirdirsə qardaşlar, baxmayaraq ki, məsələ adi bir məsələ olsa belə, yeməkdən, içməkdən, hansısa bir qabı istifadə etməkdən olsa belə, şəriət necə müsəlmanları qorumaq üçün diqqət yetirib, necə qul haqlarını qorumaq üçün diqqət yetirib. Baxmayaraq ki, adi bir məsələlər, qabın ağzını açıq qoyub, səhər durub ondan su içmək haram deyil. Açıq qalmış yeməkdən səhər durub yemək haram deyil. Amma sənin şəriətin səni yükləmədi. Səni bu yüklə yükləməsə də belə, amma sənə onu öyrətdi ki, xəstəliklər nazil olur. Və müsəlman da, insan da, xüsusilə də indiki dövrün müsəlmanları naqisdirlər. Xəstələnəndə Allahın asi olacaqlar. Hardan gəldi bu? Gələn yerdən gəldi. Zaten sənə öz Rasulun 14-15 əsrə yaxın, təxminən bundan qabaq bunu vəd verib ki, qiyamət əlamətlərindən də enəcək, hər il enəcək. Hər il xəstəliklər enəcək. Amma sən ona riayət eləmədin. Bəlkə ondan gəlirdi. Bəlkə səbəblər o idi. Və çünki sən naqissən. Səbəblərdən tutmadın. Və xüsusilə də sünnəyə olan məsələləri haram olmasa da müxalif oldun. Və o müxalifin səbəbi ilə bugün sən Rəbbə şikayət edirsən.
Olmaz. Müsəlman gərək öz yediyinə, içdiyinə, qabına, hər bir şeyinə diqqət yetirsin. Və baxmayaraq ki, məsələlər kiçik məsələ olsa da belə, o kiçik şeylər böyük tərəfdən, böyük yerdən, yəni Rəbbindən gəlir. 7 qat ərşin üzərindən gəlir. Ona görə gərək müsəlman baxmayaraq ki, yediyi içdiyi olsa da diqqətli olsun, ehtiyatlı olsun və ən birinci dərdi, ən birinci həm içindəki fikri, qəsdi Allahın razılığı olsun. Sağlamlıq da, sağlamlığa bənzər gözəl şeylər də zaten sonradır. Zaten Rəbbin razı qalsa xəstə olsan da xeyir içindəsən. Əgər Rəbbin razı qalmasa, sağlam olsan da zərər içindəsən. Ona görə birinci gərək müsəlman Allahın şəriətini tətbiq etmək üçün bunları yerinə yetirsin. Sonra isə bir səbəb olaraq öz sağlamlığı üçün və öz ailəsi üçün və öz ətrafı üçün. Ən üçün Allah bilir. Və subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfirukallah və ətubu ileyk.